Salam dostlar, necəsiz? Ümid edirəm hər şey yaxşıdır. Dostlar, bilirəm ki, həmkarlarım bu saat hamısı çox fəxrlə, qürurla bizim qardaşlarımızın, həsrətini çəkdiklərimizin torpağında bayrağımızın qaldırılmasına sevinirlər. Onunla qürur duyurlar. Eləcə də mən. Daşkəndə dövlət səfərimiz adi bir səfər olmadı. Biz əbədi dostluğumuzu bir daha göstərdik bütün dünyaya. Biz bir daha sübut etdik ki, bizim mədəniyyətimiz, mətbəximiz birdir, eynidir və bu bizim doğmalığımızı bir daha sübut edir. Məsəl üçün, mən orada protokolların imzalamasından daha çox o arxa fondakı səmimiyyət maraqlandırdı. Birinci xanımların eyni sənət əsərinə necə heyranlıqla baxması çox maraqlıydı. Doğrudan bu doğmalığı göstərən, sübut eləyən əsl məqamlardan biridir. Xəritədə Özbəkistanla məsafə uzun görsənsə də, prezidentlər səfəri ilə bu yolu o qədər qısaltdı. Demək, bir səmimiyyət, bir gülüş, bir mehribanlıq qədər Özbəkistan uzaqdır bizə.